Qarabağ diyarı, ölkənin iftixarı, şairlərin məskəni, tapılmaz heç vaxt təni. Nəsimi tək şairin, Seyyid Əzim Sabirin məskəni sayılır bura, alqış o cür məhşura. Sənət şüar diyarı, sənətkarlar diyarı, deyərəm adın alimin, həm də deyim zabitin. Sənətkar Elnarəni hamı tanıyıbdır yəni, Şirvanşahlar ünvanı, qonaqpərvər insanı. Adın qeyd edim həmin, sənətkarın mirələmin. Buradır doğma ünvanı, doğma Azərbaycanı, sevən, hörmət eyləyən, Azərbaycan deyən, hər kəsə olsun salam. Sözmə eləyirəm davam, burada bir oğlan da var, sadə löv insan da var. Ceyhundur onun adı, Allah olsun imdadı. 056 nömrə, desəm onca gəvəlkə, hamı tanıyar Ceyhunu, gərək qeyd edim bunu. Vətənpərvər Şamaxı, qonaqpərvər Şamaxı, bir qulu dağları var, sərin bulaqları var. Dəmirçi kənd havası, Nağaraxanın sədası, Nağaraxana mənzərə, can qurban o cür yerə. Ceyhunda o diyarın, o güllü laləzarın, adını fəxrlə deyir, həmişə xətrin istəyir. Gəlin görün təbiəti, elin istirahəti.